Dərmanın müalicəvi effekti olduğu kimi yan təsirləri də var. Xəstə müalicə etməyin də, həkim olmağın da müəyyən yan təsirləri olur. Yan təsirləri yüngülləşdirən bir şey varmı? Başqa sözlə desək, gündəlik stresi necə çıxardırsınız? Əlbəttə ki, dediyiniz kimi hər bir dərmanın belə yan təsirləri olur. Elə bir dərman yoxdur ki, onun əlavə təsirləri, yan etkiləri olmasın. Bizim fəaliyyətimizin də yan təsirləri var əlbəttə. Hər gün bu yan təsirləri biz üzərimizdə hiss edirik. Fəaliyyətimizdən əlbəttə ki, ləzzət alırıq. Bəzən bu ilə qürurlanırıq. Ancaq yan təsirlər də olur. Sağlamlıq gedir əldən. Yoruluruq, üzülürük. Əlbəttə ki, bizim məşhur həkimlərin bir ifadəsidir. Həkim bir şamdır, yanır, istisinə başqaları qızılır. Necə bu yan təsirləri biz kənarlaşdırırıq? Əlbəttə ki, dincəlməklə, bəzən musiqi ilə, bəzən sakitlikdə belə səssiz oturmaqla, bəzən başqa bir belə deyək, mühitdə dostla, qohum-əqrəbi ilə söhbət etməklə, gəzməklə, belə yatmaqla çalışırıq ki, əlbəttə ki, iş fəaliyyətimizi bərpa eləyək və psixi fəaliyyətimizi bərpa eləyək.